Gözəl rəngi turşməzə dadı və xoş ətri ilə sevilən Məkkə gülü, yəni hibiskus çayı, sağlamlıq üçün olduqca faydalıdır. Ərəblər bu çayı bir çox xəstəliyin təbii dərmanı adlandırırlar. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Məkkə gülü çayı qan təzyiqini və xolesterolu aşağı salır. Qanı durulaşdırır, ürək-damar sağlamlığını dəstəkləyir. C vitamini və antioksidantlarla immuniteti gücləndirir. Soyuq dəymə, qrip, boğaz ağrısı və öskürək zamanı faydalıdır. Sinir sistemini sakitləşdirir, yorğunluğu azaldır. Həzm prosesini yaxşılaşdırır, arıqlamağa kömək edir. Qaraciyər və öd fəaliyyətinə müsbət təsir göstərir. Göz yorğunluğunu azaldır. Kompüter qarşısında işləyənlər üçün faydalıdır. Gündə 2 stəkan Məkkə gülü çayı içənlərdə 1 ay ərzində təzyiq və xolesterolda müsbət dəyişikliklər müşahidə oluna bilər. Bu içki menstruasiya zamanı ağır qanaxması olan qadınların sağalmasını sürətləndirir. Ağrını aradan götürərək sakitləşdirici təsir göstərir. Bu dönəmdə qadınlarda yaranan ayaq ağrılarının qarşısını alır. Bitki qəbizlik zamanı da geniş istifadə olunur. Zərərləri və diqqət edilməli məqamları. Yuxu qaçırdığı üçün axşam saatlarında içilməsi məsləhət deyil. Mədə xorası, qastrit, aşağı təzyiq, öd daşı, allergiya və hamiləlik zamanı uyğun deyil. Gündə 2 stəkandan artıq içilməməlidir və istifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Məkkə gülü çayını yeməkdən sonra içmək tövsiyə olunur. Bal əlavə edildikdə təsiri daha da artır. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.